Hər bir əməlin insan ruhunda təbii təsiri var. Dolayı yox, birbaşa əməlin özünün təsiri. Hətta əməl haqqında məlumatın olmasa belə, o haqda düşünməsən belə, əməllər özü birbaşa olaraq insan ruhuna hansısa təsirləri buraxır. Misal üçün deyək, namaz. Namaz insan ruhuna, hətta cisminə təsiri var. Deyirlər ki, nizamlı olaraq insan gündə eyni vaxtda bir əməli yerinə yetirirsə, onun cismində də aramlıq yaradır. Əsəblərini də sakitləşdirir. Tibbi yöndən də baxsaq, namazın insanın cisminə təsiri var. Xüsusilə də vaxtında qılınan namazın, nizamlı qılınan namazın. Eyni zamanda da namazın ruha təsiri var. Bilavasitə təsiri var. O təsir nədən ibarətdir? Namazın təsiri nədən ibarətdir? Namaz insanın ürəyindən təkəbbürü çıxardır. Namaz insanın ürəyində təvazö xüsusiyyəti yaradır. Namazda belə bir xüsusiyyət var. Ona görə ki, namaz baş üstə deməkdir də. İnsan dayanır, baş üstə deyir, Allahın huzurunda dayanır. Və bu, istər-istəməz namaz qılanlarda təvazö xüsusiyyətini yaradır. Hər bir əməl dəyişkənlik, gah qiyamda dayanırsan, gah deyir rüküyə gedirsən, baş üstə, əyilib səcdəyə gedirsən, deyirsən baş üstə və bu daim təkrar olunanda namaz özü heç bilgilərin olmasa da namazın fəlsəfəsi haqqında bu gündəlik bu əməllər ruhda o təvazö xüsusiyyətini formalaşdırır, yaradır. İnsanın ruhunda bir təslimiyyət xüsusiyyəti yaradır. Məsələn, namazın sütunu, rükünü Allahu Əkbərdir. Namazın mahiyyəti insanı Allahın təkəbbürü ilə qarşılaşdırmaqdır. Allahın rəhmət sifəti var, böyüklük sifəti var və s. sifətləri var. Namaz Allahın böyüklük, əzəmət sifətinin qarşısında təzim etməkdir. Namaz başdan ayağa Allahın böyüklüyünün etirafıdır. Allahu Əkbər, yəni sən məndən böyüksən. İnsanı sakitləşdirir, yerinə otuzdurur. İnsanın içində olan artıq şeyləri təmizləyir. Namazı başdan ayağa təhlil eləsək, görərik ki, namaz Allahın böyüklüyünün etirafıdır. Və Allahın böyüklüyü ilə qarşılaşan insanın içində təkəbbür əriyir.